Poltava vilayəti. Poltava vilayəti Ukraynanın 24 vilayətindən biridir. Buranın inzibati mərkəzi Poltavadır. Vilayətin böyüklüyü təxminən 28.800 kvadrat kilometrdir. Əhalisi isə təxminən 1,4 milyondur. Əhalinin 64% şəhərlərdə yaşayır, digər 36% isə kəndlərdə. Poltava vilayətinin 16 dənə şəhəri mövcuddur. Poltava, Kremenchuk, Lubny, Mirgorod və s. Poltava vilayəti şəhər yox, vilayəti 1937-ci ildə salınıbdır. Buranın əsas gəlir yerləri neft, qaz, dağ mədənləri, qida və sənaye, şəkər zavodları, kənd təsərrüfatı, heyvançılıq, taxıl, buğda, qarğıdalı, günəbaxan, kartof, heyvan əti, heyvan südü. Həmçinin Poltava vilayətində Dnepr çayı axır. Çox güman ki, eşitmisiniz Dnepr çayını. Poltava vilayətinin Ukraynanın digər vilayətləri ilə sərhədi var. Şimalda Çernigovskaya və Sumskaya, şərqdə Xarkovskaya, cənubda Dnepropetrovskaya və Kirovgradskaya, qərbdə isə Çerkasiya və Kiyev vilayəti. Həm də Poltava vilayətinin nə az nə çox, düz 1000-dən çox kəndi var. Təxminən 1825 dənə kənd mövcuddur bu vilayətdə.